Bir dənə sizə söz deyim, bu qaydanı üzr istəyirəm, kiçik qardaşınız kimi deyirəm. Bunu yadda saxlayın. Əmin olun ki, bir nəfər sizə ya kiməsə zülm elədirsə, buna yəqin bilin ki, bunun zərbəsini alacaq. Buna zərrə qədər şübhəniz olmasın. Yəni, bu dəyişilməz qaydadır. Sən bağışlasan bəlkə qabağını ala bilərsən. Kimsə kimisə bağışlasa, dua eləsə, hətta yenə deyirlər ki, haqqınnasın zərbəsi dəyəcək dünyadaykən, yenə də bir şey olacaq. Bunu yadda saxlayın ki, zülm cavabsız qalmayacaq. Siz yaşayırsınız həyatınızda, tutaq ki, mesela öz işinizdəsiniz. Biri də qıraqdan qonşudur, dostdur, kimdir, paxıllıq eləyir sizə. Sizə pislik də eləmir. Ürəyində sizə paxıllıq eləyir. İnanın ki, o paxıllığın da zərbəsini alacaq. Biri sizə paxıllıq eləmir. Sadəcə qədrinizi bilmir. Dəyər vermir sizə. Sən orada narahat olma, qədrini bilmirlərsə. Əksinə sevin ki, qədrini bilmirlər. Onda Allah daha çox qədrini biləcək. Amma bir şey bil ki, Allah qədr bilməzlər də cəzalandıracaq. Mütləq cəzalandıracaq. Necə yer, sənin yanında dəyərli adam var idi, sən onun dəyərini vermədin, Allah elə bir keçəcək. Mütləq başına döyəcək o cəmaat, o toplum, o insan. Bir xalqın içində alim yaşaya, cəmaat onun qədrini bilməyə, alim də heç istəməyə ki, qədrini bilsinlər. Alim də bu işlərdə qarşılıq istəməyə. Amma hər halda bir alim yaşasın, cəmaat onun qədrini bilməsin, mütləq cəmaat başına döyəcək. Necə yəni, sizə Allah neymət vermişdi, onun qədrini bilmədiniz? Onu lazımi şəkildə dəyərləndirmədiniz? Adətən də cəmaat qədrini bilmir. Adətən də belə olub həmişə. Dünyadan köçəndən sonra bəzi sirlər asılır, bəzi sözlər, biz bilməmişdik, vay, keçir artıq. Amma bunun cəzasını mütləq alacaq insanlar. Dünyada alacaq, axirət də öz yerində.